Və varlığını inkar elədiyim o günə gəldik. İmtahan günü. 40 dəqiqədir yerimdən qalxmamaq üçün hər türlü iş elədim. TikTok qaydırdım. Bir yerdə o yataqdan qalxmalı olduğumu mən də bilirdim. Bugün semestr imtahanıma hazırlaşırıq. Sənalıq iş yox, ancaq finger ada bilək. Hazırlaşamıram. Beynim durub. Uşaqlar, yatmaq istəyirəm. Yatmaq istəmirəm əslən qalsa. Baxın, imtahana gedəsi olmazsam duraram. Söhbət imtahana getmək istəməkdir. Funksiyalarını xatırlayıram, modulları var. Beynimdə durdu. Necə yazmısınız imtahan? Deyin görüm, neynədir? Bilmirəm. Hər şey bugün ters gedir. Mən qısqanc bir insan deyirəm, yemin edərəm deyirəm. Yəni kimin nə qiymət aldığı vecimə belə olmur çox vaxtda. Amma yəni uşaq istisnasız hər çətin imtahanda gedir rahat bileti seçir. Necə bacarır heç bir fikrim yoxdur. Dodağıma da nötr tonlarda bir dodaq qələmi. Bir də belə hafif ölü durmasın deyə ortasına bundan. Bu arada allığımı soruşmuşdunuz keçən videoda ki, allıq deyil uşaqlar. Olivia'dan aldığım belə bir pomada var, onu allıq olaraq işlədirəm mən. Neyse, mən hazır imtihanda hər birimizə uğurlar, hələlik.